Değerli izləyicilərimiz, hörmətli xanımlar və cənablar, hər vaxtınız xeyir. Bugün sizləri Zabrat qəsəbəsindən salamlayırıq. Zabrat 1-də Zabrat dəmir yolu sürət qatarı stansiyasının yaxınlığında yerləşən 2 sotun üzərində inşa olunmuş səliqəli, səhmanlı, zövqlü 2 mərtəbəli evi çəkib sizlərə təqdim edirik. Bu gördüyünüz həyət yan sahədə yerləşmiş yay mətbəxi kimi nəzərdə tutulub. Birinci mərtəbənin kosmetik təmirə ehtiyacı var. Ona görə çəkiliş ikinci mərtəbədən başlayırıq. İkinci mərtəbənin eyvanı və ikinci mərtəbədən həyət yan sahənin görünüşü. Keçid edək evin daxilinə. Dəhlizimiz, dəhliz və mətbəx. Birinci mərtəbədə də eyni layihəni inşa etmək olar. İkinci mərtəbədə yerləşən geniş qonaq otağımız. İkinci mərtəbə ümumiyyətlə isti döşəmə ilə təchiz olunub. Kombi sistemi ilə təmin olunub. Bu bir yataq otağımız geniş. Evin 2 küçəyə çıxışı var. Növbəti ikinci geniş yataq otağı. Sanitar qovşağı və hamam otağı. Keyfiyyətlə tikilib, keyfiyyətlə təmir olunub, bahalı materiallardan istifadə olunur. Bahalı qapılar. Garaj, maşın saxlamaq üçün. Keçid edək təmirsiz olan hissəyə, birinci mərtəbəyə. Qeyd etdiyim kimi, ikinci mərtəbədə görünənləri birinci mərtəbədə inşa etmək olar. Gələk əsas məsələyə. Kommunalları qaydasında sənəd isə bələdiyyədir. Evin qiyməti 85.000 manatdır. Ev sahibi tərəfindən endirim nəzərdə tutulub.